Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məştaqa Buzovna yolunda, tam yolun kənarında mükəmməl bir həyət evi, yüksək torpaq sahəsinin üzərində. İnşallah həyəti təqdim edək və keçirik evin içərisinin təqdimatını. Evin sağ hissəsini göstərək sizlərə. Su quyusuna qədər var. Sənət köhnə bələdiyyədir. Qiymət 80.000 manat. Bütün əşyalar qalır. Sol hissəsində qalxamasıdır. Burada yay mətbəxidir. O da istifoldan ibarətdir. İnşallah buranı sizlərə təqdim edək. Və sonra keçid edək evin içərisinin təqdimatına. Ev də möhtəşəmdir. Yəni inanın ki, modern üslubda belə bir ev Allah hər qismanın mülkünə bərəkət versin istəyir. Mülkə sahib olsun inşallah. Bax, burada fikir verin. Elə buradan özü də belə eləyir. Qəşəng görünüş verir. Çox səliqə ilə işlənir. Və keçək şəhərin təqdimatına. Bir dənə buradan giriş hissəsini yuxarıdan verək. İzləyicilərimiz tam rahat bir şəkildə izləyə bilsinlər. Və keçid edək evin içərisinin təqdimatına. Ev demək olar ki, tamamilə giriş hissəsi, mətbəx, bir də sanucə istipoldan ibarətdir. Fikir verin. Və qeyd etmişdik, bütün əşyalar qalır. Zal hissəsini sizlərə təqdim edək. Zal da mükəmməldir. Onu da nəzərinizə çatdıraq ki, qoşadaş evləri kəmərindən belə betonuna qədər görülüb. Biz də çalışırıq, sizlər üçün çalışdığımız yerdə gözəl yaxşı evlər çəkək, təqdim edək. Bir məştəqamdakı şirkət olaraq ikinci otaqlarımızı təqdim edək. Biraz xoşlanmıram, tərif qoy, insanlar özləri baxıb istəsinlər. İkinci otaqlarını təqdim edək. Əsas mətbəx hissəsidir, xanımlarımız çox vaxtdır mətbəx hissəsini. Mətbəxi də təqdim edək sizlərə. Mətbəx, evin özü necə, həyət necə səliqəli olduğu kimi, mətbəxi də səliqəlidir. Və sanucə hissəsini. Bu da sanucə hissəsi, hətta duş kabinəyə qədər qoyulub. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi, Məştaqa Buzovna yolunda tam yolun kənarındadır. Yola da yaxın bir ərazidədir. 2 torpaq sahəsinin üzərində inşallah yerdən 6-7 daş kürsülüdür. Bir zal, 2 yataq, bir mətbəx, bir sanucə və həyətin özündə belə bir setkası, kommunallarla köhnə bələdiyyə sənədi. İlkin olaraq qiymət 80.000 manat və əşyalar da qalır. Reallıq olaraq sabit tərəfindən indirim olmasa və səhifəmizi izlədiyi üçün Məştaqa Əmlak Əməkdaşları və rəhbərliyi yanında sizlərə dərin təşəkkürümüzü bildiririk.